abituriyentə hazırlığa getmək, məktəb proqramı mənimsəmək, dil öyrənmək, proqramlar öyrənmək, hətta idmana getmək, bütün bunları ona nə edirik? Bütün bunları onlara istiqamətlendiririk. Bəli. Bir növ yükləyirik. Bəli. Yəni bu yüklənir həmin o yeniyetmə. Və sonda isə nə olur? Deyirik ki, bəs burada bax, səndən başqa rəqabət aparanlar var. Bunu o qədər fərdiləşdiririk. Rəqabətdə olmalısan, güclü olmalısan, sən daha yaxşı bal yığmalısan və s. Əslində buna verilən pluslardır. Bəli. Amma ona başa salmalıyıq ki, səndən də cəmiyyətə pluslar getməlidir. Ay sağ ol. Bax, o cəmiyyətə də səndən pluslar getməlidir. Bax, müsbətlər getməlidir, cəmiyyətə də səndən faydalar getməlidir. Bax, biz bunu ona demirik. Biz ona demirik deyə o bir növ bunları əldə edir, gəlir və bir növ tükənmiş kimi görsənir. Tükənmiş kimi görsənir. Məsələn, bu da şəxsi təcrübəni deyim də sizə. Yəni, mən görürəm də, bütün hamımıza görürük. Mən, məsələn, görürəm ki, bu abituriyent bu qədər hazırlıqla olan gəlir və əldə nəticə eləyir. Bəzən bu nəticə ona fayda vermir. Nəticədən bir növ sonra dayanır. Məqsədləri durulur. Yəni, məqsədlərini artıq bir növ elə bir ki, məqsədə çatmış və bundan sonra heç nə eləmək istəmir. Bax, bu da bir, hətta bir yaxınlarda belə bir terimdə işlədim, akademik istəksizlik yaranır, tənbəllik kimi. Gəlib, çatıb və dayanıb. O da bir laqeydlik yaradır. Laqeydlikdir və burada bir şey əlavə edim sizin dediyiniz, Əli müəllim. Biz bütün sizin təbrinizə deyirəm, müsbətləri veririk ona və ən böyük məsələni ona sanki aşılamırıq, vətən sevgisi. Elə cəmiyyət vətən sevgisi. Təhsili alır Azərbaycanda. Boya başa çatır, çıxır gedir, xaricdə yaşayır, ümumiyyətlə unudur ölkəni. Vətən sevgisi yoxdur. Yəni, ona vətən sevgisini biz öyrətmirik. Qloballaşma dönəmində yaşayırıq. Nə vətən, fərdiləşdiririk ki onu. Nə vətən, nə danışırsınız siz? Nə vətən, nə ana, nə torpaq. Biz qlobal, belə də ad qoyuruq, belə bəzək-düzək veririk. Biz müasir dövrdə, qloballaşan dövrdə vətən nədir? Əzizim, sosiologiyada, müasir sosiologiyada vətən anlayışı yoxdur, var. O da tədqiq olunur da. Nə qədər desələr də mümkün deyil. 1998 ilə demişəm, Fransada dünya çempionatında beynəlxalq dil kimi ingilis dilində yazılır ölkələrin adları. Fransız dilində yazmışlar. Deyirlər ki, bizim dilimiz beynəlxalq dildir. İngilis dilini biz qəbul eləmirik. Bəs nətər oldu? Qloballaşmadan danışırdınız. Niyə görə onun fransız dilinə sevgisi var? YouTube kanalımıza abunə olun.